Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Mövsüm meyvələri ilə ətirli və ləzzətli piroqun hazırlanmasının reseptini sizinlə bölüşəcəm. Əgər siz də bir dəfə bu reseptlə hazırlasanız, evdə, ailədə uşaqlarınız çox bəyənəcək. Bunun üçün videomu sona qədər izləyib, bəyəni atıb abunə olmağı unutmayın. Öncədən hər kəsə öz təşəkkürümü bildirirəm. 5 ədəd yumurtanı qabın içərisinə əlavə etdim. Biraz da tuz töküb, mikserin asta xodunda yavaş-yavaş çaldım. Biraz ağarandan sonra içərisinə 300 qram şəkər tozunu yavaş-yavaş əlavə etdim. İki dolu xörək kaşığı smetan, 100 qram da duru yağı əlavə edib yenə də mikserin asta xodunda çaldım. 100 qram da otaq temperaturunda kərə yağı yumşaq vəziyyətdə həmən məhlulun içərisinə əlavə etdim. 2 dolu stəkan un, 1 ədəd vanil, 1 ədəd də qabartma tozunu əliyərək məhlulun içərisinə yavaş-yavaş tökdüm. Unun ölçüsündə deyim, məndə 400 qram un idi. Siz qarışdırdıqca baxa bilərsiniz ki, az gedə bilər, ya sizdə çox gedə bilər. Məndə 400 qram un əlavə etdim. Soba qabının içərisinə 20 qram kərə yağından, ev temperaturunda yumşalmış yağla hər tərəfini bu cür yağladım. Kütlənin yarısını əlavə etdim. Öncədən gilasların tumunu çıxartmışdım. Üzərindən bir lay qoydum. Sonra onun üzündən məhlulu kütləni tökəndən sonra ərikləri 2 yerə bölüb tumunu çıxardıb, üst hissəsindən də ərikləri düzdüm. Siz istəsəniz yay mövsümündür. Hansı meyvə xoşunuza gəlir, damaq tadınıza uyğun, o cürdə hazırlaya bilərsiniz. İstəsəniz albalı meyvəsindən də istifadə edə bilərsiniz. Şaftalıdan, yəni hansına ürəyini istəsə, o cürdə ailədə uşaqla necə bəyənirlər, o cürdə hazırlaya bilərsiniz. Öncədən isidilmiş 180 dərəcə temperaturda 25-30 dəqiqə müddətində mən piroqu pişməyə qoydum. Bunu da qeyd edim, çox gözəl ətri var idi. Piroq hazır olandan sonra bir 15 dəqiqə müddətində qoydum, soyudu. Soyandan sonra üzərinə şəkər kirşəni əlavə etdim, doğradım və süfrəyə təqdim etdim. Göz haqqınızı halal edin, Allaha əmanət olun. Allah hər kəsin ruzisini bol bərəkətli eləsin. Hazırlayan hər kəsə nuş olsun. Yeni videomda görüşənədək. Allaha əmanət olun.